Biz kanalizasiya pulu ödəyirik, çekimiz də var, amma kanalizasiya bu küçələr, kanalizasiya bu vəziyyətdədir. Bura Binəqədi rayonu Gülüstan küçəsi döngə 15 ünvanıdır. Quraqlıq vaxtıdır, görürsünüz ki, bu dəqiqə çirkab suları məhəlləni bürüyüb, evlərin zirzəmiləri, həyətyanı sahələri hamısı çirkab suları altındadır. Sakinlər bildirirlər ki, illərdir burada yaşayış olsa da mərkəzləşdirilmiş kanalizasiya xətti çəkilməyib. Mövcud kanalizasiya xəttini isə sakinlər öz hesablarına çəkiblər. İndi o kanalizasiya xətti axıdılan çökəklik dolub. Nəticədə belə vəziyyət yaranıb. Nə ən azından kanalizasiya xətti sakinlərin çəkdiyi nasosxanaya qoşulur yaxınlığındakı 10 metr hardasa arası var. Orada qazıb xəttlə onu çəkmək lazımdır ki, bu problem hələlik müvəqqəti də olsa həll olunsun. Cəmaət burada evindən girib çıxa bilsin. Yüzlərlə evin eyni problemdən əziyyət çəkdiyi bildirildi. Nə qədər ki burada evlər var, hamısı əziyyət içindədirlər. Nə qədər evlər? Baxın da bu küçələrdir. Onlar da bir 300-400 evlər, hamısı əzab əziyyətin içindədir. Hamısı suyun altındadırlar. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticəsinin olmadığını bildirirlər. 10 dəfə yox, 100 dəfə demişəm ki. Düzələcək. Mən öləndən sonra düzələcək. Heç çalınmaz düzəlməsin. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Lakin istirahət günü olduğu üçün suallarımız cavablandırılmadı. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə bildirildi ki, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Aytən Fehruz Üzeyr Ağayev, Xəzər xəbər.